sənin də videoların izlənmir, onda düz yerdəsən. Çünki burada sənin videolarının niyə izlənmədiyini, insanların niyə tıklama etmədiyini hamısını izah edirəm. Videoya keçsəz daha ətraflı düşəcəksiniz. Amma yenə də mən sizə qısa məlumatlandırım. Videolarımızın izlənməmə səbəbi yəqin ki ilk başlayanda qısa videolarla başlamağınız, sonra birdən uzun videoları keçid etməklə siz kanalı necə deyək, çökətməyinizə səbəb budur, çökətməyinizdir. Və elə uzun videolar keçid edirsiniz ki, hətta bəzən həftələrlə və ya aylarla ara buraxırsınız. Belə etmək olmaz. Daha ətraflı izah istəyirsinizsə, yəni necə bundan xilas olmaq olar, necə inkişaf etdirmək olar, keçib son videomu izləməyi unutmayın. Unutmayın, eyni necə deyək, durumu yaşayan bir insan ən yaxşı necə deyək, sizə baş sala bilər ki, bu niyə belədir. Əgər öz səhvini tapıb və başqalarının da bu səhvə necə deyək, səhvə etməməsi üçün bir video yaradırsa, keçib izləməyi unutmayın.